Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Konkret.az məlumat verir ki, sərəncama əsasən Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3.500.000 manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400.000 manat, Bakı şəhəri Dağ Yahudiləri dini icmasına 400.000 manat, Avropa Yahudilərinin Bakı dini icmasına 400.000 manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400.000 manat və Azərbaycan Respublikasının Alban Udi Xristian dini icmasına 400.000 manat, ha belə digər qeyri-İslam dini icmalarına maddi dəstək məqsədi ilə Azərbaycan Respublikası dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində mənəvi dəyərlərin təbliği fonduna 400.000 manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.